Laborator və instrumental göstəricilərdən sonra xəstəmizdə sepsis müəyyən olundu. Göstərici olaraq prokassiyanın deyilən bir analiz var. Xəstəmizdə 60 olaraq dəyərləndirildi. Xəstəmizdə hal-hazırda böyrək və sidik axarı yollarının kəskin bakterial infeksiyasıdır. Xəstəmiz bizə dünən axşam saatlarında köçürülmüşdür. Xəstəmizdə nə müşahidə olunmuşdu? Hipotoniya, yəni təzyiqin aşağı olması, ürək ritminin yüksək olması, yüksək temperaturun olması və laborator göstəricilərdə leykotsitinin həddindən artıq yüksək olması, prokassiyanın yüksək olması, trombositlərin aşağı olması və hemoqlobinin aşağı olması dəyərləri ilə dəyərləndirilmişdir. Xəstəmizdə yanaşı olaraq xroniki ürək çatışmazlığı və bununla bağlı kardiostimulyator cihazı qoyulmuşdur. Hal-hazırda xəstəmizin birinci günüdür. Xəstəmizə infuzion, antibakterial və digər simptomatik müalicə də olunur. Yanaşı olaraq xəstəmizdə həm də sepsis əsnasında kreatin analizinin həddən artıq yüksək olması, sidik cövhəri və sidik turşusunun yuxarı olmasıdır və bununla bağlı xəstədə toksiki ensefalopatiya deyilən bir diaqnoz qoyulmuşdur. Növbəti günlərdə xəstəmizin durumu ilə bağlı paylaşımlarımızı eləyəcəyik. Hamıya təşəkkürlər.